hissdən danışaq biraz bəlkə. Hiss tipindən. Hiss tipindən. Okey, biraz da konkret etsək. Həm də xəyal kimi tanır. Hiss tiplər. Niyə xəyalpərəstə sən sözü deyinir davamlı mənə? Halbuki xəyalpərəst deyiləm. Xəyalpərəst uşaqların əslində 2 tipi var. Burada önəmli olan bir nöqtə var. Bir var realist xəyalpərəstlər, bir də var idealist xəyalpərəstlər. Bunlar fərqlidir. İkisi də xəyalpərəstdir. Realist xəyalpərəstlər olardı ki, onlar xəyallar qururlar. Tamam. Amma çoxlu xəyal qururlar, amma real xəyallardır. Məsələn, deyir ki, Lamborghini alacaq. Bu realda çata biləcəyi bir şey deyil. Və yaxud da deyir ki, Amerikada oxuyacağam, Amerikaya gedəcəm, çoxlu pulum olacaq, konkret məbləği ilə. Bu kimi xəyallar bəzilərinə qəribə gəlir, amma bunlar real xəyallardır da. Yəni çatıla biləcək, yəni belə deyək də, əldə ola biləcək xəyallardır. Çalışsa çata bilər, çalışsa xaricə gedə bilər, çalışsa Lamborghini ala bilər, və yaxud da çalışsa özünün evi ola bilər, özü müstəqil ola bilər, çalışsa dünyada məşhur ola bilər. Bu biraz realdır da. Yəni, və yaxud da deyir ki, məsələn, iPhone alacam özümə. Okay? Məsələn, uşaqdır da, uşaq valideynlər baxır ki, əşi, belə. Amma real bir şey də ola bilər də, yəni, bu kimi real bir şeylərdir. Amma bir də var ki, idealist xəyalpərəstlər. İdealist ən çətini onlara əslində. Çünki onların xəyalları sərhədsizdir və real deyil. Məsələn, Burj Xəlifə tikmək. Təsəvvür edin ki, 5-ci sinif uşaqda gəlib deyir ki, ana mən Burj Xəlifə tikəcəm böyüyəndə. Burj Xəlifəni neçə nəfər tikib, baxaq dünyada, yəni bir nəfər tikib də. Nə qədər realdır və nəzərə alsaq ki, uşaq da bir kənddə bir uşaqdır, şəhərdə bir uşaq olsun, fərq eləməz yəni. Və ailənin də imkanlı ailə olsun, amma yenə də Burj Xəlifə tikmək real deyil axı. Ana mənim çoxlu samalyotum olacaq. Ana mən Afrikaya gedəcəm, Afrika xalqlarını kasıblıqdan qurtaracağam. Ana mən dünyanın problemlərini həll edəcəm. Qlobal istiləşmə, məsələn, istiləşmədir də, dünya hər yerindən susuzluq problemini həll edəcəm dünyada. Bunlar hisslər axı, hiss tipləridir, mənəviyyat insanlarıdır, dəyərlidirlər, dünyaya fayda vermək istəyirlər. Amma eyni zamanda xəyalpərəstlər deyənə, valideyn bunu necə qəbul edəcək? Yəni, ən yaxşı halda güləcək, ən pis halda isə təhqir edəcək. Çox bastırdıq olar. Ona görə də yəni, xəyalpərəstlik normaldır əslində. Yəni uşaq olaraq. Sizcə bu bastırılmalı deyil bu hisslər? Çünki bir yerdə artıq elə bir nöqtəyə gəlir, çıxır ki, artıq qəbul ciddiyə alınır o insanlar ki, sən necə Burj Xəlifəni tikə bilərsən? Yaxşı, səncə? Çox möhtəşəm və önəmli nöqtədir. Bastırdıq. Okey, tamam, uşağı bastırdıq. Nə baş verəcək? Biz onun sistemini əydik. Axı, uşaq bilmir, uşaq xam maldır. Beyni, xəyal dünyası verir ona ki, xəyaldır. Yəni, nə xəyal? Burj Xəlifə, aya uç, kosmonavt ol. Yupiterə heç kim getmir, birinci sən get. Onun xəyal dünyası verir də, amma o ona günahkar deyil, elə doğulub, o şəkildə doğulub da, yox. Tamam, amma valideyn bunu bilmir, başlayır əzməyə onu. Başlayır məzələnməyə, zarafat etməyə, gülməyə. O qədər uşaqlar olub ki, şeir yazıblar uşaq vaxtı. Xəyalpərəst uşaqlar da valideynləri məsxərə edib onları. O ilə də bastırıblar. Şəkil çəkib, xəyal dünyasını, ədalətin şəklini çəkib. Ədalət hissi var ha. Sevginin şəklini çəkib. Rənglərlə, kvadratlarla, bucaqlarla. Valideyn də məsxərə edib ki, bunun adı sevgilsə, bu zibilə oxşuyur. Məhv oldu. Həll yolu nədədir? Həll yolu anlamaqdadır. Mən onun o danışıqlarını, o hisslərini almalıyam ki, o rahatlasın, onun beyni axıdır bu enerjini, bu düşüncəni, bu beynindən axır bunlar. O ona cavab deyil axı. Yəni, bu uşaqdır, bu nə bilir, bilmir onu. O xəyal bilmir nədir, reallıq bilmir nədir. Burj Xəlifə həqiqətində milyardlarla bunu bilmir. Onun düşüncəsi verir, xəyal dünyası verir. Həlli də budur anlamaq. Mən səni anlayıram, dinləmək, dəstək olmaq, əlbəttə, niyə də yox. Və onu o xəyaldan yavaş-yavaş reallığa gətirmək. Mənim övladım, mən sənə inanıram, bacararsan. Gəl, hələ bir dənə
evdə Legodan bir Burj Xəlifə tikək. Nə gözəl. Mən dünyanın problemini həll edəcəm. Dünyaya faydalı olacam. Gözəl. Gəl kiçik düşüncədən başlayaq. Bir rəsmdən başlayaq. Gəl bir dərsdən başlayaq. Amma dünyaya faydalı olmaq üçün savadlı olmaq lazımdır. Hə? Belə bəli, olmaq lazımdır. Gəl oxuyaq. Tamam, baxın artıq onu xəyal dünyasından reallığa gətirdi. Amma bir ayaqda xəyal dünyasında daxil, düzdür? Rahat qidalana bilir, gedib gələ bilir. Amma bunun əksini düşünün. Valideyn ayağını kəsir oradan, tamamilə salır xəyal dünyasına. Bir xəyalpərəst uşaq gəlmişdir, idealist və xəyalpərəst. Və özünü elə ciddi apardı, gələn ki, mənə işindən zaten aladım ki, sən elə deyilsən də. Suallar verirəm ona, cavab vermə. Mən realist insanam, mən konkret insanam, mən praktik insanam. Mənim atamın biznesi var, mən bizneslə məşğul olacağam, xaricə gedəcəm, bla. Bunları deyib qutarandan sonra dedim, dediyimə özünə inanırsan. Baxı, sənin içində xəyal dünyası var, sənin içində bu düşüncələr var, sənin yaradıcılığın var, sənin bu var. Bunlar deyəndən sonra enerjisi düşdü. Və deyir ki, neyniyim, atam deyir, mən də məcburam. Bir variant budur. Yəni, xəyal dünyasını unudub, real dünyanı, realist dünyasını yaşayacaq, amma özü olmayacaq heç vaxt. Ya da digər variantı tamamilə bağlanıb qalacaq xəyal dünyasında və reallığa heç gəlməyəcək. Əvvəl gəlib gedirdisə, valideynə danışmaq, bölüşmək istəyirsə xəyal dünyası, ümumiyyətlə qapanacaq. Məsələn, belə bir hallar var idi. Beynində artıq dostlar yaradır. Beynində onlara danışırız xəyalların. Onlarla oynamağa başlayır. Düzdür, bunun gedişatı çox pis ola bilir. Yəni, amma idarədədirsə, okeydir. Yəni, idarə ilə bilsə, amma əksər halda idarə ilə bilmirlər və şəxsiyyət pozuntusu, ikiləşmə, şizofreniya, nələrdə gedib çıxa bilir, yəni. Bir dənə dinləmək, bir dənə xarakterimi bilib, anlamaq, xəyalpərəstlik, üstünə peçatlıdır, nə? Onun yaradılışı da, ona günahkar deyil. Biz də valideynlər rahatdır da, mən belə görürəm. Yox, sən özün üçün görürsən. Bu dünyanı özün üçün görürsən, amma uşaq bu deyil ha. Niyə? Uşağın proqramını dəyişər. Buraxmayaq, qətiyyən buraxmaq olmaz. O xəyal dünyasında olan uşağı buraxsaq, heç nə eləməyəcək, xəyal dünyasında qalacaq. Realist uşağı da buraxsaq, xodla geçsin. Amma bugünkü gün əzilməyən, əyməyən xəyalpərəstlər də çoxdur həyatımızda ki, danışırlar və biz ciddiyə alırıq onları. Sadəcə danışır da, biraz da yalanlarla bəzəyənlər var. Həqiqətimiş kimi qarşı tərəfə çıxdıranlar da var. O da əyilmənin başqa bir variantıdır. Üçüncü variant da odur. Necə? Danışırlar, onları ciddiyə almırlar, məcburdur yalan qatsın. Artıq özü ilə bacara bilmir, yəni çıxıb bölüşməliyəm mütləq şəkildə. Amma necə elm qəbul eləsin? Bu uşaqlarda da baş verir, ha? Yalan danışan uşaq niyə yalan danışır? Çünki görür ki, həqiqət işləmir. Yəni, o xəyalpərəst də, o da yaşamaq istəyir, onun dünyası var. Həmin o tiplərin belə bir xüsusiyyət var, gecə yata bilmirlər. Niyə? Çünki beyin gündə minlərlə düşüncə yaradır beyində. Yaradır. Hatta bunu hara sərf eləməlidir? Dinləyən yoxdur, texniki iş görür, hər hardasa bir yerdə işləyir, texniki. Yəni, tamam da orada yaradıcılıq işlətmir, orada mənəviyyat işlətmir. Ancaq texniki işlədi, tamam. Dinləyən yoxdur, enerjisi orada çıxmır. Ətrafı yoxdur, enerjisi orada çıxmır. İşi xarakterinə uyğun deyil, enerjisi orada çıxmır. Evdə yoldaşı anlamır, enerjisi orada çıxmır. Ətraf anlamır, enerjisi orada çıxmır. Harada çıxmalıdır enerjisi? Gecə yatır, beyin partlayır. Düşüncə axı enerjidir, axmalıdır, bu yaradıcılıqdır, bu ruhdur, xəyal, ideyadır. Harası axmalıdır. Ünsiyyətlə, onların xüsusi istedadları olur əllərində. Nəsə düzəltməlidirlər, iş ona uyğun deyil. Kiməsə kömək eləməlidir, insanlar onları ciddiyə almır. Tamam, onlar dünyanı dəyişməyə gəlir əslində. Amma bizim dünya ki, maddipərəst dünyadır, kapitalizmdir. Tamam, hər şey ancaq görüntü, image, status, geyim, keçim, kulluq, qolu zorbalıq. Bunlar da mənəviyyat üçün gəlirlər və onlara yer olmur artıq. Ona görə də onlara yer olmadığı üçün də
dünyada mənəviyyat boşluğu yaranır. Niyə? Mənəviyyat verən insanları çıxdaş edib tullamışdır ki, onlar faydasızdır, onlar nağılbazdır, onlar mənasızdır, onlar səhtidir, onlar nə faydalı, boş-boş danış, Jupiter uçmuşdur, yox bir. Gəl buraya 5 manat qazanmaq lazımdır deyir. Amma onları da qazandırmaq mümkündür. Onların da ideyalarını tətbiq eləsən, məsələn, fürsətçil insanlar onlardan istifadə edir. Onların xəbəri olmadan. Necə? Onların sərhədsiz ideyaları var. Dünyanın ən məşhur innovasiyaları, yeni ideyaları onlardan gəlir. Dəli-dəli ideyalar. Aidiyyatı olmayan 2 dənə aparatı bir-birinə birləşdirirlər. Xəyalda onlarsa sərhəd yoxdur. Buna da bir nəfər baxır ki, ayda, həqiqətən o. Birləşdirir və bir dənə patent, bir dənə uğur, bir dənə ixtira getdi öz adından. O qaldı orada. Və onu yenə də tamam itirdik. Günahlandırdıq. Amma halbuki bilmirik ki, ondan istifadə edir, onun beyninin nəticəsidir. Və ən qəribəsi də nədədir? Bunu mütləq yəni ki, müşahidə eləmişik. Həmin o insanlar pis anlarımızda sığındığımız yerdir. Narahat olanda, əziləndə, depressiya olanda onları axtarırıq. Və yaxud da qəribə şəkildə onlar zəng edirlər bizə. Yanımızda peyda olurlar və bizi rahatlayırlar. Çünki onların missiyası budur. Amma rahat olana qədər, rahatladıqsa təzədən çıxdaş elədik, yox, boşdur. Ona görə də bu xarakter çox önəmlidir, qəlb çox önəmlidir. Mən kiməm, dünyaya nə üçün gəlmişəm, həyatdan nə istəyirəm. İnsanları buraxın, atanı, ananı, ətrafı, nənəni, babanı, hamını buraxın. Yəni sən özünsən. Bilirəm çətindir, bilirəm həqiqətən də yəni bu nöqtələr çox çətindir. Amma ən azı olaraq yetkin insanlar olaraq buna diqqət eləyək. Yəni mənim bir doğuşdan xarakterim var. 1000 dənə dəlil gətirəcəklər. Ki, yox, mən belə deyiləm, tamam. Bəzən olur da danışıram. Yox, mən belə deyiləm, tamam. Sorry, belə deyilsən, olur ki, mən olsun. Yəni zaten mənim hədəfim özüm deyildim ki, mən beləyəm. Yox, mənim hədəfim səndir, istərmişsən, yox. Ona görə də bu nöqtələr çox önəmli nöqtələrdir həqiqətən də ki, yəni o insanları itirə bilmərik. O cür xəyalpərəstlər insanları itirmək olmaz. Sadəcə anlamaq lazımdır, yəni ailələrdə də. Bir dənə də real nümunə deyim ki, övlad deyir ki, valideyn deyir ki, uşaq xəyalpərəstdir, xarakterini bilirəm. Deyirəm, o çox yaxşı məntiq eləyir. Deyirəm, məntiq elə, riyaziyyatı çox yaxşıdır, ibtidai sinifdədir. Deyirəm, riyaziyyatı yaxşı deyil. O beyni xəyal beynidir və məntiqi, yəni problem həll etmə bacarığı yüksəkdir. Aşağı siniflərdə də çox riyaziyyat olmur axı, daha çox sözlərlə, daha çox məsələ həlli, biraz məntiq, biraz bu şəkildə orada onlar xoşbəxt olurlar. Yuxarı siniflərə qalxdıqca texnikiləşir. Kosinus, sinus, A kvadratı, B kvadratı artıq orada yorulurlar. Yuxarı siniflərdə artıq riyaziyyat oxumurlar onlar. Və valideyn də düşür ki, yox, bunlar 4-cü sinifə qədər yaxşı oxuyub, riyaziyyat bunun beynində var, yox, çox yaxşıdır. Amma fərqinə varmırlar və onları məcbur edirlər. Və istəmədiyi ixtisaslara gedirlər, istəmədiyi həyatda yaşayırlar. Pis tərəfi 30 yaş üzərində olanda artıq içəri ruh başlayır partlamağa. Negativ partlamaq yox, mən bu deyiləm. Yəni, bu deyil məsələlər.